Ev heyvanları göz sağlamlığı üçün təhlükəlidir. Cərrah oftalmoloq Leyla Kazımova ev heyvanları ilə təmas zamanı göz sağlamlığının qorunmasının vacibliyini vurğulayaraq diqqətsizliyin həmişəlik korluğa səbəb ola biləcəyini bildirib. Əziz heyvan sevənlər, hamınızı salamlayıram buradan. Heyvanlar çox qəşəngdir. Bəzən o səhər durursunuz yatağınızın içindədir, o balaca pişiklər, balaca itlər. Çox kiçiklərin də ziyanı daha çoxdur, nəinki o iri itlər, iri pişiklərdən. Əlbəttə, onlar yaxşıdırlar, xüsusi qurumlar var, aparırsınız, çimizdirirsiniz, dırnaqlarını kəsirsiniz, saçları bizim saçlarımızdan daha gözəl olur. Amma onların daşıdığı infeksiyalar bəzən gözdə elə bir geri dönüşü olmayan korluq yaradır. Bu haqda heç kim düşünmək istəmir. Əlbəttə, onlar bizə psixoloji çox müsbət bir enerji verirlər. Pişiklər bizi rahatlaşdırırlar, itlər bizim dostlarımızdır. Bəzi insanlar üçün övladlarından əziz olurlar. Bugün bir xəbər gördüm, balaca bir tutu quşu itibdi, yiyəsi tapıbdı, onu o qədər ağlayıb əzizləyir, sevindiyinə yerə göyə sığmır, ola bilər. Amma həmən o tutu quşdan, o quşdan insana keçən arnitoz, ağciyər xəstəlikləri, həmən o itdən, pişikdən insanın gözündə korluq yaradan taksoplazmoz xəstəliyi, biz bunu deməliyik və biz bunu hər gün bu cihazlarda görürük, aşkarlayırıq. Çox təəssüflə demək istəyirəm, bizim kliniki bir təcrübəmizdə bruselozdan əziyyət çəkən bir oğlan oldu. Çox gənc və müalicə almadığına görə də həyatını itirdi hətta. Cərrah oftalmoloq qeyd edib ki, ev heyvanları ilə oynadıqdan sonra əllərin yuyulması, gözlərin çirkli əllərlə ovuşdurulmaması və heyvanların mütəmadi baytar müayinəsindən keçirilməsi riskləri azaltmağa kömək eləyir. Gözdə qızartı, ağrı, sulanma, işığa həssaslıq və ya görmənin pisləşməsi kimi əlamətlər yarandıqda isə dərhal oftalmoloqa müraciət etmək tövsiyə olunur.